Bugün bəzi sözlərin, tərcüməsinə baxacağıq və, dialoqların tərcüməsinə baxacağıq. Əslində bu videoyu bugün paylaşdım və onun, səsli formada deyəcəm. Başlayıram indi. Привет, salam. Доброе утро, sabahınız xeyir. Добрый день, günortanız xeyir. Добрый вечер, axşamınız xeyir. Тоже həmçinin. Очень çox deməkdir. Как dela, necəsən? Как у тебя dela? İşlərin necə gedir? Как вас dela? İşləriniz necə gedir? А у тебя? Bəs sən? А у вас? Bəs siz? Отлично, əla, хорошо, yaxşı, плохо, pis, нормально, normal. İndi burada bəzi dialoqlar var. Birinci dialoqdan başlayaq. Привет, salam, Anton. Привет, Anton. Salam, Anton. Привет, Natasha. Salam, Natasha. Как dela? Necəsən? Спасибо, хорошо. А у тебя? Sağ ol, yaxşıyam. Bəs sən? Тоже хорошо. Həmçinin mən də yaxşıyam. Həmçinin yaxşıyam. Пока, sağ ol, пока, sağ ol. İkinci dialoq. Привет, Katya. Salam, Katya. Доброе утро. Sabahın xeyir, Sasha. Как dela, necəsən? Normalno, yaxşıyam. Eyni şey normalno, normal. А у тебя? Bəs sən? Тоже normalnım. Həmçinin normalam. Пока, sağ ol deməkdir. Sonra пока, sağ ol, student, tələbədir, studentka, tələbədir, qız, tələbə qız. Spasiba, sağ ol deməkdir. Как вас зовут? Sənin adın nədir? Как вас зовут? Sizin adınız nədir? Daha doğrusu, Меня zovut, mənim adım. Ya, mən, tı, sən, on, o, ana, o deməkdir. Onu da o deməkdir. Ani da o deməkdir. Mı, biz, bu, siz deməkdir. Bunlar, baxaq, on kişi cinsi üçün, ana qadın cinsi üçün, onu orta cins üçün, ani də cəmal üçün işlədilir. Bunlar əvəzliklərdir, şəxs əvəzlikləri. Добрый день, я Ivan. Günortanız xeyir. Mən Ivan. A, bu bəs siz. Добрый день, я Larisa. Günortanız xeyir. Mən Larisayam. Как dela, necəsiz? Хорошо. У вас? Yaxşı. Bəs siz? Тоже хорошо. Həmçinin yaxşıyam. Dördüncü dialoq. Добрый вечер. Axşamınız xeyir. Меня зовут Nikolay. Mənim adım Nikolaydır. A как вас зовут? Bəs sizin? A меня зовут Lena. Mənim adım Lenadır. Как у вас dela? İşləriniz necə gedir? Отлично, вы student. Əla. Siz tələbəsiz? Da, я student. Bəli, mən tələbəyəm. Beşinci dialoqa baxaq. Добрый день, Tanya. Günortanız xeyir, Tanya. Ya da gününüz xeyir, Tanya. Добрый день, Viktor. Gününüz xeyir, Viktor. Как dela, necəsiz? Спасибо, отлично. А у тебя? Спасибо. Sağ olun. Отлично, əla. A у тебя? Bəs siz? Тоже хорошо. Mən də yaxşı. Həmçinin yaxşıyam. Пока, sağ ol, пока, sağ ol demək. Меня зовут Larisa, я studentka. Mənim adım Larisadır, mən tələbəyəm. A как вас зовут? Sizin adınız nədir? Меня зовут Anton, я тоже student. Mənim adım Antondur və mən tələbəyəm. Как у вас dela, Anton? İşləriniz necə gedir, Anton? Спасибо, отлично, у вас? Sağ olun, əla. Və sizin? Тоже хорошо, пока. Həmçinin yaxşı, sağ olun. Nədir? Пока, sağ olun. Elə dialoq getdi. Доброе утро, Маша. Sabahın xeyir, Маша. Доброе утро, Dima. Sabahın xeyir, Dima. Маша, как у тебя dela? Maşa, işlərin necə gedir? Spasibo, normalno. A у тебя? Sağ ol, normal gedir. Bəs sizin? Тоже normalno. Həmçinin normaldır. Добрый день, Anton. Gününüz xeyir, Anton. Добрый день, Yulia. Gününüz xeyir, Yulia. Как у вас dela, Anton? İşləriniz necə gedir, Anton? Spasibo, отлично. Sağ olun. Yaxşı, əla. Spasibo, отлично. Sağ olun. Əla gedir. A у вас? Bəs sizin? Очень хорошо. Çox yaxşı. Spasibo, sağ olun deməkdir. Sonra burada bəzi sözlər var. Здравствуйте, salam deməkdir. Как ваш familiya? Sizin familiyanız nədir? Yəni soyadınız nədir? Моя familiya, mənim familiyam yazırsınız. Как ваше отчество? Sizin atanızın adı. Moje отчество, mənim atamın adı. Məsələn yazır, deyirsiniz. Как ваше имя? Deyir sənin adın necədir? Moje имя məsələn deyirsiniz, mənim adım. Adınız deyirsiniz. Burada yazır. Очень приятно. Çox şadam. Мне тоже. Həmçinin. Druq dost deməkdir. Podruga rəfiqə deməkdir. Kollega iş yoldaşı deməkdir.
Prepodavatel müəllim deməkdir. Упражнение tapşırıq deməkdir. Sonra kniga kitab deməkdir. Что это? Bu nədir? Кто это? Bu kimdir? Это мой друг. Bu mənim dostumdur. Это моя подруга. Bu mənim podruqamdır. Это мой коллега. До свидания. Hələlikdir. До завтра. Görüşənədəkdir. Пожалуйста. Demək, извини, bağışla deməkdir. Извините, bağışlayın deməkdir. Ничего, heç vaxt. Можно olar, вопрос, sual. Sonra здравствуйте, меня зовут. Salam, mənim adım Natasha. A вас və sizin? Меня зовут Ivan. Mənim adım İvandır. Очень приятно. Çox şadam. Мне тоже. Mən də həmçinin. До свидания. Gələn görüşərik. До завтра. Görüşənədək. Добрый день. Меня зовут Антон. Gününüz xeyir. Mənim adım Antondur. İvanov Makarov. Hə, şeydir. Anton İvanoviç Makarov. Mənim adım Anton İvanoviç Makarovdur. Bəs sizin? Меня зовут Elena Borisovna Ivanova. İvanova. Mənim adım Elena Borisovna İvanovadır. Очень приятно. Çox şadam. Мне тоже. Mən də həmçinin. До свидания. Gələn görüşənə. До свидания. Gələn görüşəndə. Görüşənədəkdə. Gələn görüşədək. Sonra здравствуйте, я ваш преподаватель. Salam. Mən sizin müəlliminizəm. Sonra меня зовут Александрит Николаевич. Mənim adım Aleksandr Nikolayevichdir. Очень приятно. Çox xoşdur. Как ваша familiya? Sizin familiyanız nədir? Necədir? Моя familiya. Mənim familiyam Petrovdur. A как вас zovut? Və sizin adınız nədir? Меня зовут Lena. Mənim adım Lenadır. Moya familiya Pavlovdur. Pavlovadır da, yəni. Очень приятно, Lena. Çox xoşdur, Lena. Доброе утро. Меня зовут Laura. Sabahınız xeyir. Mənim adım Lauradır. Меня Mikhail. Можно Misha. Deyir, mənim adım Mikhaildir. Misha deyə bilərsiniz. Очень приятно. Çox xoşdur. Misha. Кто это? Bu kimdir? Это мой коллега. Bu mənim həmkarımdır. Nikolay Ivanoviç Romanov. Yəni Nikolay Ivanoviç Romanovdur. Очень приятно. Çox xoşdur. 5-ci dialoqa baxırıq. Misha, можно вопрос? Misha, bir sual verə bilərəm? Пожалуйста. Buyurun. Buyurun da deyir, baş üstə də deyilir. Это твой друг. Bu sənin dostundur. Da, это мой друг. Bu mənim dostumdur. A как его zovut? Onun adı nədir? Его zovut Aleksandr. A это твоя подруга. Как ее zovut? Deyir ki, onun adı Aleksandrdır. Bu sənin rəfiqəndir. Onun adı nədir? Da, это моя подруга. Ее zovut Lena. O mənim podruqamdır, rəfiqəmdir. Onun adı Lenadır. 6-cı dialoq. Добрый день. Gününüz xeyir, gün ortanız xeyir. Меня zovut Nikolay. Mənim adım Nikolaydır. Очень приятно, Nikolay. Çox xoşdur, Nikolay. A как ваш familiya? Və sizin familiyanız nədir? Моя familiya Romanov. Mənim familiyam Romanovdur. Отчество. Bəs atanızın adı nədir? Моя отчество Ivanoviç. Mənim atamın adı İvanovdur. İvanoviçdir. Sonra я Nikolay Ivanoviç Romanov. Mən Nikolay Ivanoviç Romanovam. Sonra 7-ci dialoqa baxaq. Natasha это мой друг. Natasha bu mənim dostumdur. Его зовут Anton. Onun adı Antondur. Очень приятно. Çox xoşdur. Şad oldum. A меня зовут Natasha. Mənim adım Natashadır. Мне тоже очень приятно. Həmçinin mən də həmçinin çox şad oldum. Mənə də çox xoşdur, belə deyə bilərik. Sonra извините, bağışlayın deməkdir. Ничего da, heç nə olmaz. Problem deyil. Videoyu bəyənməyi, qaydetməyi, paylaşmayı unutmayın. Çox sağ olun. İnşallah xeyirli olub. Ardını da çəkməyə çalışacağam. Əslində bu Red Kalinka Ruski yazı kitabıdır. Burada A1, A2, B1 səviyyəyə qədər var. İnşallah bütün kitabı çəkib paylaşa biləcəm. Çox yaxın zamanda.
İstəyərdim ki, orada olan, testləri də çəkim paylaşım, amma ona vaxtım çox da yoxdur və onun üçün ancaq mövzuları çəkib paylaşacağam, izahlarını verəcəm. Bu qədər. Siz də videolarımı bəyənməyi unutmayın, paylaşmayı unutmayın, kaydetmeyi unutmayın. Sağ olun.